Salam əziz dostlar, martın 23-ü 24 gözəl komandanın əhatəsində 25-ci mövsümü başlamaq xoşbəxtliyi ilə başlayırıq. İctimai televiziyada Braining'e baxırsınız və 10 ildən çox bizimlə olduğuna və verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürüm var. Bizim oyunlarımız bu dəfə də Dəniz Kənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'dan yayımdadır və verilişimizin baş sponsoru bu dəfə də NAR'dır. Verilişin maliyyə sponsoru Bir Banka, böyük təşəkkürlər. Bugün müstəqil hakimlərimiz, baş sponsorumuz olanların İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə xanım Kərimova və Elm və Təhsil Nazirliyinin Elm, Ali və Peşə Təhsili şöbəsinin mütəxəssisi Xalidə xanım Hüseynzadə bizimlədir və ədalətin keşiyində onlar durub. DJ pultu arxasında DJ Maksim. Flash qrupu sizin əsas dəstəkçinizi salamlayırıq. Flash qrupu rəqsləri ilə bizi müşahidə edəcəklər. Xatırladıram, yaxın 4 ay ərzində 16 oyun keçiriləcək. Və 16-cı oyunda biz NAR Kubokunun sahibinin adını biləcəyik. Onu da deyim ki, həmin oyunda mart, aprel, may və iyun aylarının çempionları iştirak edəcəklər. Dəyişməyən baş sponsorumuz NAR Kubokunun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın. Eləcə də proqramın maliyyə sponsoru Bir Bank bu kubokun sahiblərinə 3000 manatlıq bax bu plastik kartı hədiyyə etməyi planlaşdırır. Artıq dediyim kimi zalda ölkəmizin 13 bölgəsini və 8 universitetini 24 komanda təmsil edir. Hər birini salamlamaq istəyirəm. Mingəçevir komandası, Bridge komandası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası, bugün bizimle oynayanlar arasında Sumqayıt komandası, Naxçıvan komandası, Bakı Dövlət Universitetinin komandası, Gəncə komandası, Şirvan, Azərbaycan Dillər Universiteti, Şəki, yeniliklə bizimle Azərbaycan Turizm və Management Universitetinin komandası, o cümlədən Azərbaycan Dövlət Agrar Universitetinin komandası. Mən digər tərəfdən yeni komandamız olan Xankəndini təmsil edən Qarabağ Universitetinin komandasını salamlayıram. Norum Sement bizimle oynuyor. Quba buradadır. Bir Bank komandası, Cənub komandası, Sabirabad, Lənkəran komandası, Full komandası, Saatlı, Yunek komandası, Azərbaycan Tibb Universitetinin komandası və həmçinin NAR bu mövsümdə Braining'də. Mən təklif edirəm ki, bugün biz 3 finalçının birdən adını bilməliyik. Çünki gələn verilişimiz Mart ayının finalıdır. Və 3 finalçının adını bu verilişdə müəyyən edə bilərik deyə 6 döyüş keçirdək. 1, 3, 5-ci döyüş 3 xala qədər olsun. 2, 4, 6-cı döyüşlər 5 xala qədər olsun. Və 5 xallıq döyüşlərin qalibləri dərhal martın finalına vəsiqə qazana bilsinlər. Əvvəl universitet komandaları arasından seçim edəcəyik və bayaq adını çəkdiyim yeni komandalarımızı sınaq döyüşünə çağırmaq istəyirəm. Yaşıl masa arxasına Azərbaycan Turizm və Management Universitetinin komandası gəlir. Elnur Qədirli, Cavanşir Abbasov, Rəsul Rızayev, Abbas Yusufzadə, Orxan Hüseynzadə və komanda kaptanı İsa Həşimov öz yerlərini yaşıl masa arxasında alırlar. Eyni zamanda qırmızı masa arxasına mən Xankəndi şəhərini təmsil edən Qarabağ Universitetinin komandasını dəvət edirəm. Ələkbər Sadıqov, Həmidə Muradova, Əli Bəndəliyev, Emil Ağazadə, Şəmzəddin İsmailov və komanda kaptanı Əliza Əhmədov öz yerlərini alırlar. Beləliklə bu döyüş 3 xala qədərdir və birinci döyüşdə yeni komandalarımız özünü sınayır. Diqqət! İlk sualım 1 xal dəyərində. Şəki-Zaqatala bölgəsində 30 çörək pişirmək və 30 evə göndərmək kimi adət olub. Bu adətən ilin hansı dövrünə təsadüf edib vaxt? Bu suala cavab verəcək Cavanşir Abbasov. Buyursun. Salam Fatih, məncə Ramazan. Bəli, Ramazan bayramında imkansız evlərin iftarı açması üçün ən azı çörəyi olsun deyə orucluq ayında bunu edərlərmiş. Yeri gəlmişkən indi də elə Ramazan ayıdır və mən ümid edirəm ki, Şəki-Zaqatala zonasında bu adət hələ də yaşamaqdadır. Növbəti sual, yenə bir xal. Əliqza, metrodan istifadə edirsiniz? Artıq Xankəndinə gedəndən sonra yox demək olar.
Yox demək olar deyəndə yox, istifadə etdim. Keçən il istifadə edirdinizmi? Bəli, istifadə edirdim. Sizcə Bakı metropoliteninin ötən il ən çox sərnişin daşıdığı gün hansı aya təsadüf etmişdi? Vaxt. Dərslər başladı. Yaşılmasada işıq daha tez yandı, buyurun. Bu suala cavab verəcək Elnur Qədirli. Eşidək. Keçən il bildiyimiz kimi Qarabağ Futbol Klubumuz Avropa Liqasında yaxşı performans göstərmişdi və noyabr ayında belə deyək, Tofiq Bəhramov adına stadionda həm Braqa, həm də belə deyək, Leverkusen kimi komandaları özündə qonaq eləmişdi və bu vaxtı metro belə deyək də daha uzun vaxtı işlək vəziyyətdə qalmışdı. Mən əminəm ki, rəqiblərinizin daha maraqlı və doğru versiyası var. Diqqət, vaxt olar üçün. Dərslər başlayır, universitet komandaları buradan çıxmaq olar, hə? Sonra başqa nə ola bilər? Bu orduzla bağlı bir şey olmaz da, hə? Əliza, sizin versiyanız nədir? Zəhmət olmasa mənim üçün təkrar yardımcıdır. Bakı metropoliteninin ötən il ən çox sərnişin daşıdığı gün hansı aya təsadüf etmişdi? Gəlin fərz eləyək sentyabr ayı dərslərin başlamağına görə. Düppələm cavab, 1-1. Bayaq bu cavabları var idi, amma nəsə yubandılar. Doğrudan da 16 sentyabr 2024-cü ildə daşınmış sərnişinlərin sayı 898.108 nəfər olub, 180 nəfər hətta. Və həmin gün ölkəmizdə yeni dərs ili başlamışdı. Eyni zamanda Formula 1 qonaqlarının da bu statistikaya təsiri olmuşdu. Növbəti sual yenə bir xal dəyərində. Xalq şairi Rəsul Rıza deyir ki, yazıçının iki doğulma tarixi olur. Biri anadan olduğu gün, bəs digəri vaxt. Xankəndi komandası. Cavab verir Ələkbər Sadıqov. İlk saniyədə səhv etməyin. Fatih, belə düşünürük ki, bu əsərinin çap olunduğu gündür. Tamamilə doğru cavab. 2-1. Xankəndini təmsil edən Qarabağ Universitetinin komandası yaxşı başlanğıc götürüb. Belə ki, ilk döyüşdə üstünlükləri var və bu döyüşdən qalib çıxdıqları təqdirdə növbəti döyüşə qalıb uyğun olaraq da martın finalına vəsiqə qazana bilərlər. Bu ilk dəfədir ki, Xankəndi komandası Breyningdədir. Buyurun. Bizdə dərslər başlayandan sonra biz başladıq intellektual oyunlar belə deyək klubu yaratmağa və Supersiz. bu tələbələr arasında çox böyük marağa səbəb oldu və həftəlik liqalarda təxminən 20-25 komanda iştirak edir və mən sizə təşəkkür edirəm ki, biz Breyndə iştirak üçün sizə müraciət elədik və siz də bu müraciəti müsbət dəyərləndirdiyinizə görə biz bütün Qarabağ Universiteti ailəsi adına sizə təşəkkür edirəm. Gəldiyinizə görə minnətdaram. Çox sağ olun. Amma irad tutmalı olacağam sizə. Niyə Buyurun. sizin bu qədər tələbə orada intellektual oyunlar oynayırsa, bir dəfə də olsun məni aparıcı qismində görmək istəməyiblər. Mən şəxsən sizi Xankəndinə növbəti həftə dəvət edirəm və orada oyunları Növbəti həftə mən Breyringə aparacağam. O da ki, ürəyiniz istəyən vaxtı gələ bilərsiniz. böyük məmnuniyyətlə bunu edəcəyəm və inşallah oynayacaq. Növbəti sual. Mehdi bəy İsmailov Moskva Kommersiya İnstitutunu bitirdikdən sonra ölkəmizə qayıdıb. Mehdi bəyin 1930-cu ildə nəyin ilk rektoru olaraq tarixə düşdü? Vaxt. Cavab verir Əli Bəndəliyev. İqtisad Universiteti. 3-1. Bu döyüşdən qalib çıxan Qarabağ Universiteti komandası düz buyurur. Kommersiya İnstitutunu bitirən Mehdi bəy daha sonra ölkəmizə gəlmiş və hazırki UNEC-in ilk rektoru olmuşdu. Azərbaycan Turizm və Menecment Universiteti əfsuslar olsun ki, bu döyüşdə qələbə qazana bilmir və tribunalara qayıtmalı olur. Beləliklə, universitet komandaları arasından döyüşə çıxacaq növbəti komanda Azərbaycan Dövlət Aqrar Universitetinin komandası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası, UNEC komandası, Azərbaycan Dillər Universitetinin komandası, Azərbaycan Tibb Universitetinin komandası və ya Bakı Dövlət Universitetinin komandası ola bilər. Və bu komandaların adını birini meydana dəvət etmək üçün mən müstəqil hakimlərimizə gözü bağlı seçim verirəm. Buyurun, bircə komandanın adı bilinməlidir. Diqqət. Bakı Dövlət Universitetinin komandası. Yaşıl masa arxasına buyurursunuz. Emin Qasımov, Vüsal Qaflanov, Səyyar Qurbanov, Şamxal Cəbiyev, Ramal Ağazar və komanda kapitanı Səməd Səmədov öz yerlərini yaşıl masa arxasında alırlar.
Xatırladıram ki, bu döyüş kifayət qədər önəmli döyüşdü hər iki komandaya. Mart ayının finalına çıxmaq imkanı verir deyə. Mən bu döyüşdən öncə 4G nişanlı qazanmaq imkanı vermək istərdim. Belə ki, Nart 4G nişanını qazanacaq komanda düyməsixanı fay start etdiyi təqdirdə masa arxasında qalmaq şansı əldə edir. Diqqətli olun. Mən vaxt deyəndə düyməni kim birinci çıxsa, nişan onundur. Diqqət. Vaxt. İşıq yaşılmasa dayanır. Bakı Dövlət Universiteti komandası indi bu immuniteti qazanmış olur və Ramal ikinci belə nişanla döyüşə atılır. 5 xala qədər döyüş və ilk sual 1 xal dəyərində. Babuin meymunlarının sürüləri tez-tez itlərin küçüklərini oğuruyurlar. Bəs onlar bunu hansı məqsədlə edirlər? Vaxt. Bakı Dövlət Universiteti, buyurun. Salam Fatih. Bu suala Vüsal Qaflanov cavab verəcək. Salam Fatih. Gələcəkdə özlərini qorusunlar deyə. Yəni babuin meymunlarını qorusunlar deyə. Babuinlər bu iti böyüdürlər və onları öz ailəsi kimi qəbul edərək qoruyurlar. Tamamilə doğru. 1-0. 1-0. Bakı Dövlət Universiteti 5 xala qədər döyüşdə ilk xalı götürə bilir. Növbəti sual. Heyvanlar mövzusunu davam etdirsək, bir zarafatçıl illüstrasiyada meşədə heyvanlar bu canlıya ad günündə sürpriz etməyə qərar verdiklərinə görə peşman olurlar. Hansı canlıya? Vaxt. Kirpizat ola bilər. Sancır onu, hə? Buradan onu görə. Buyurun. Olsun kirpi. Yox. Bakı Dövlət Universiteti düşünür. Fil zad nəsə hansısa bir şey. Aslana bəlkə. Məncə nəsə mənfi bir tərəfi olan bir heyvan olur. Peynir axşam yanır. Skuz pis deyil. Zəhmət olmasa Emin Qasımov üçün sualı təkrarlayarsınız. Emin, bir zarafatçıl illüstrasiyada meşədə heyvanlar bu canlıya ad günündə sürpriz etməyə qərar verdiklərinə görə niyə peşman olurlar? Hansı canlıdan söhbət gedir? Bəlkə skunslu bu. Yəni iyi gəlir. Don yaxınlaşanda iyi gəlir və peşman olurlar ki, bizim yaxınlaşır. Yox, əfsuslar olsun ki, bu da doğru cavab deyil. Halbuki rəqibləriniz doğru cavaba çox yaxınlaşmışdılar. Onlar mənə oxlu kirpinin adını desəydilər, bu halda sözü gedən illüstrasiyadakı zarafatın bütün məğzi açılmış olacaqdı. Çünki hədiyyəni alanda o hər dəfə onlara ox atırdı. Adi kirpi bunu bacarmır. Növbəti sual 2 xal dəyərində. 18-19-cu əsrlərdə Şuşada 3 gün keçirilən toylara sazəndələr, 14 gün və artıq olanlara isə aşıq dəstələri dəvət edilirdi. 7 gün keçirilən toylara isə kimlər dəvət edilirdi və nəyə görə? Vaxt. Vüsal Qaflanov. Ola bilsin xanəndələr, muğam. Yəni 7 əsas muğam var, ola bilsin ki ona görə. Və 7 gün ərzində hər gün... Hər muğam gündə bir muğamdır, belə deyəm. 3-0. Çox doğru izah elədi. Doğrudan da belə olurdu. Növbəti sual. Yenə bir xal dəyərində. Oliver Cromwell vaxtı ilə profildən təsvir olunmuş halda bütöv seriya portretlər üçün poza vermişdi. Bəs bu portretlər hansı məqsədlə yaradılmışdı? Vaxt. Şamxal Cəbiyev. Səhv etməsinin ilk saniyədir. Biz ehtimal edirik ki, onlar qəpiklərin üstünə zərbə olunacaqdı, dəmir plan üzərinə və ona görə onun şəkli vurulurdu. Mən elə bilirdim, kapitanınız bu suala cavab verəcək. Ümumi fikrimiz idi. Çünki bilirəm ki, Səmədin qəpiklərdən və sikkələrdən ibarət böyük kolleksiyası var. Doğru cavab 4-0. 4-0. Əliza, çox yaxşı başlanğıc var idi. Yox? Bəli. Və mən sizi təcrübəsiz komanda adlandıra bilmərəm. Ona görə ki, ən azı sizi masa arxasında tamaşaçılarımız görüblər. Xatırladın olaraq, onlar sizi hardan tanıyırlar? Mən mövsüm sayı yadımdan çıxıb, uzun müddət Sabirabad komandasında. Sabirabad komandasında oynayıb və ən azı kapitanınızın təcrübəsi bəs edir. Və sizin o təcrübəniz də bəs edir ki, əgər versiya varsa və o sizə inandırıcı gəlirsə, düyməni ilk saniyədə sıxmaq lazımdır. Əlbəttə, mən sizə bu işi öyrədə bilmərəm. Siz bunu daha yaxşı bacarırsınız. Təbii ki. Biraz yorğunluq var. Təxminən 400 kilometr yol gəlmişik. Ona görə biraz yorğunluq var.
öhdəsindən gələrik. Mən sizə bir şey deyim. Əgər siz bura yorğunluğunuzu çıxarmaq üçün Bəli, gəlməmisinizsə, bəli. Elə ona görə gəlmişik. onda niyə gəlmisiniz? Əlbəttə, burada bunu etmək lazımdır və növbəti suala cavab vermək lazımdır. Daha bir sual, yenə bir xal dəyərində. İstintaqı Bilicilər aparır serialının 8-ci hissəsinin son səhnələrindən birində cinayətkar mayor Tominə atəş açır. Süjetə görə o ölməli, aktyor Leonid Kanevski isə serialı tərk etməli idi. Bu seriya SSR-də yayımlandıqdan sonra illər öncə başqa bir ölkədə baş verən hadisəyə bənzər bir vəziyyət yarandı. Bəs o hadisə kiminlə bağlı idi? Baxdı. Burada bu. Qarabağ Universitetinin komandası buyurun. Kim cavab verir? Cavab verir Əli Bəndəliyev. Buyursun, ilk saniyədə səhv etməsin. Frans Ferdinand. Xeyr, xeyr. Bu səhv cavab onu masadan qaldırmalı olur. Bakı Dövlət Universiteti düşünür. Lincoln bəlkə. Lincoln o da ölür axırda. Səhnənin axırında ölür. İngilis Rusa atəş açıb da bəlkə elə bir şey. İngilis Trotski, Meksikalı Trotski. Başqa nə olacaq? Atəş söhbəti var. Belə şeydə güllə Amerika prezidentləri də var. Səvət, cavab haqqını kimə verəcəksiniz? Özüm cavab verəcəm. Zəhmət olmasa mənim üçün təkrarlayarsınız. İstintaqı Bilicilər aparır serialının 8-ci hissəsinin son səhnələrindən birində cinayətkar mayor Tominə atəş açır və süjetə görə o ölməli, aktyor Leonid Kanevski serialı tərk etməli idi. Bu seriya SSR-də yayımlandıqdan sonra illər öncə başqa bir ölkədə baş verən hadisəyə bənzər bir vəziyyət yarandı. O hadisə kiminlə bağlı idi? Düşünürük ki, bu Lincoln idi. Həmin vaxtda orada səhnədə onu öldürmüşdülər və eyni oxşar vəziyyətdə də o artıq ölmüşdü, ölüb çıxmışdı. Sizin versiyada heyf ki yanlışdır, amma doğru versiyanı Gəncə komandasından deyəsən eşidə bilərik. Çünki burada o verilişi baxmış nadir insanlardan biri əyləşib. Buyurun. Komandanın kapitanı Natiq müəllim. Çünki bu o qədər, yenə deyirəm, çoxdan baş verib ki, Natiq müəllim, sizdən başqa bu sualın cavabını verə biləcək mən bu zalda ikinci adam da tanımıram. Kanevskinin bir həm yaşıdı kimi deyə bilərəm ki, yəni söhbət yox, cavabı soruşursa, söhbət gedir yəqin ki, böyük ehtimalla Sherlock Holmes'dan, Conan Doyle Sherlock Holmes. Çünki Doktor Moriarty ilə bir savaşdan sonra bu onu öldürmüşdü, sonra təzyiq altında yenidən gətirdi, çıxartdı ərsiyi. Tamamilə doğrudur. olun. Natiq müəllim, yeri gəlmişkən, Kanevski son ad gününü Bakıda qeyd edilmişdir. Bəli, bilirəm. Bəs siz? Dedi, məndən böyük insanları çağırmıram deyə məni çağırmamışdı. Mən sizi özüm çağıracağım. Birazdan oynamaq imkanınız olacaq. Bu sual heç bir komandaya xal qazandırmır və növbəti sualı 2 dəfə dəyərini artırır. Diqqət! 2 xal qazandıran sual. Xarici dilləri öyrənmək üçün məşhur Duolingo servisi dərslərdə qeyri-adi dialoqlara və situasiyalara yer verir. Arı ilə söhbət, misal üçün, elektrik ayaqqabıları və soyuducuda unudulmuş açarlar haqqında hekayələr. Bəs bu haqda danışarkən marketoloqlar hansı brendi xatırlayırlar? Bax, getdi. Məsələn, kəkələmək falan belə şeylər yaradacaq. Hansısa marka, yox, ayı aid yox ya. Hansısa bu tələffüz eləyəndə çətinliklə tələffüz olunan bir marka. Özün seçirsən. Məğzi özün seçirsən. Başqa ki adam. Soyucusu udulmuş yemək. Soyucusu udulmuş yemək. Vur. Açar udulmuş. Vaxt çıxır və bu sualın cavabını deməliyəm sizə artıq. Çünki cavab verəcək yenə Natiq müəllim olmayacaq. Xarici dilləri öyrənmək üçün məşhur Duolingo servisi Starbucks'ın fəndindən istifadə edir. Starbucks'da bilirsiniz ki, kofelerin üstünə bilərəkdən baristalar adınızı səhv yazırlar ki, siz bunun şəklini çəkib paylaşasınız internetdə. Burada da eyni məqsəd güdülür ki, Duolingo'da belə qeyri-adi diyaloqlar eşidib bir-birinizə bu barədə danışasınız və Duolingo barədə daha çox insan bilsin. Növbəti sual 3 xal dəyərində kim Bakı Dövlət Universitetinin qələbəsini istəyir? Bəs kim istəyir ki, Xankəndi qalib gəlsin?
Genuya şəhərindəki Moranzi körpüsü hansı 3 müxtəlif rəngli işıqlandırma ilə təchiz olunub? Vaxt. İşıq Bakı Dövlət Universiteti masasında yandı. İtalyan bayrağının rəngləri yaşıl, ağ, qırmızı. Doğru buyurursunuz. 7-0. 7-0 Bakı Dövlət Universiteti komandası mart ayının finalına vəsiqə qazanmış ilk komanda oldu bu mövsümdə. Əla. Dostlar, növbəti finala çıxacaq komandanı müəyyən etmək üçün mən region komandalarının kartlarını əlimə götürürəm. Başa düşürsünüz ki, bu mövsüm cəmi 3 regionla oynamırıq. Daha çox region oynayır. Amma məhz indi bu ilk döyüşə mən debütantlar arasından iki komandanın çıxmağını istəyirəm. Belə ki, Saatlı, Şirvan və Quba komandalarından yalnız biri öz növbəsini gözləyəcək. Digər iki komandanı isə siz seçəcəksiniz. Buyurun, birinci komanda. Diqqət. Quba komandası. Buyurun. Qırmızı masa arxasında sizi dəvət edirəm. İsmail Məmmədquliyev, Aynur Əşıq Məmmədova, Məhəmməd Hacıbalayev, Gültac Əhmədova, Sadiq Mahmudov və komandanın kapitanı Aytac Əhmədova dəstəyi görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. İkinci komanda Qubaya qarşı oynayacaq ikinci komandanı müəyyən etmək üçün yenə müstəqil hakimlər masasındakı debutant komandaların kartlarından biri seçilir. Və bu Şirvan komandasıdır. Buyurun, yaşıl masa arxasına. Şəbnəm Məmmədova, Aydan Maksudova, Orxan Fətiyev, Günəş Günəşli, Səbinə Günəşli və komanda kapitanı Samir Məmmədov gəlirlər. Xatırlatmaq istəyirəm ki, Saatlı komandası öz bəxtini hələ də sınaya bilər. Məsələn, ondadır ki, qalib olacaq komandaya rəqib seçəcəyimiz növbəti döyüşdə ya Saatlı oynayacaq, ya da regionları təmsil edən digər komandalardan biri. Hər halda yaşıl masa arxasında əyləşib Şirvan, qırmızı masa arxasında Quba və biz başlaya bilərik. 3 xala qədər döyüşürük. Bu filmimizin ilk diyaloqlarından biri belə başlayır. Adınız, familiyanız, atanızın adı. Abuyev Murad Mehdioğlu. Təvəllüdünüz 1931. Söhbət hansı filmimizdən gedir? Vaxt. İşıq qırmızı masada yanır. Salam Fatih. Yəni 10 mövsüm sonra xoş gördük. Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Aytac Əhmədova Quba komandasını yenidən təmsil edir. Filmin adını isə İsmail Məmmədquliyev deyəcək. Salam Fatih. Böyük ehtimal ki, bu telefonçu qızdır. Xeyr. Komanda sizi itirir və qalan vaxt Şirvanındır. Bilirsən temanı? Yox, tema məsələ. Təkrar atdırarsan. Samir. Salam Fatih. Sualın zəhmət olmasa Orxan Fətiyev üçün təkrarlayarız. Orxan, bir filmimizin ilk səhnəsi diyaloqdur. Adınız, familiyanız, atanızın adı. Abuyev Murad Mehdioğlu. Təvəllüdünüz 1931. Hansı film bu səhnə ilə başlayır? Uzaq sahillərdə? Yox. İstintaq filmi. Eynən istintaq prosesində verilən ilk suallar kimi, bax bu xarakterik suallardan başladıq. Növbəti sual 2 xal dəyərində. Nizami Cəfərov hansı yazıçının 75 illiyi münasibəti ilə yazdığı məqalənin adında susmayan vicdanın səsi sözlərini işlədib? Vaxt. İşıq qırmızı masada yanır. Bu suala Aynur Əşıq Məmmədova cavab verəcək. Buyursun. Vicdan susanda əsəri. Yox, yox. Siz də masadan qalxmalı olursunuz. Qalan vaxt Şirvanındır. Okey, başqa. Vicdan susanda. Samir kim cavab verəcək? Özüm cavab verəcəm. Olsun Vidadi Babanlı. Bu isə doğru cavabdır. 2-0, bəli. Amma rəqibləriniz yaxşı tutmuşdular ki, söhbət Vicdan susanda əsərindən gedir. Sadəcə müəllifini xatırlamaq lazım idi. Quba komandası çox inamlı bir oyuna başlayıb. Görürük ki, düymə sıxmaqla bağlı problemləri yoxdur. Əfsuslar olsun ki, ikinci xalı götürürdülər az qala, amma bu da alınmadı. Növbəti sual, 1 xal dəyərində.
Nikola Tesla xatırlayırdı ki, fizikaya marağı uşaqlıqda, qış axşamı evdə maçakla olarkən yaranıb. Bəs maçak ona necə kömək etmişdi? Baxt. Qığılcım çıxmışdı, onunla bərabər meşəyə qədər getmişdi. Meşədə o işıq onda yol göstərmişdi. Maçak nədir? Sürtüb ad qalamağa kömək edirdi. Bəlkə bir taça verək. Ola bilər də. Nasıl? Məsələsi. Qığılcımı izləyəcəyim, yaxşı versin. Aytac bu sual üzərində daha çox düşündünüz və nə qənaətə gəldiniz? Məhəmməd versiyasının səsi. Buyursun. Bəlkə onları bir-birinə toxundurub bu yolla o da əldə edirdi. Yox, elə deyil. Şirvan düşünür. O və düyməni sıxmağa vaxtı qalmır. Maçak dostlar pişiydi və Tesla onun belindən keçən qığılcımları görmüşdü. Bu da kiçik Tesla'nın marağına səbəb olmuşdu. Növbət sualın dəyəri qalxdı. 2 xal oynanılır. Diqqət. Başqa bir pişik haqqında sual. Özdə bu bir tanışımın pişiyidir. Grace adlı pişiyi var. Sizcə o hansı rəngdədir? Baxt. Quba komandası buyurun. Kim cavab verir? Məhəmməd cavab. Buyursun. Boz. Düzdür. 2-2. İngilis dilində grace sözü zəriflik də deməkdir, amma eyni zamanda grey sözünə də bənzəyir. Hesab bərabərləşdi. Quba Şirvana qarşı çox gərgin bir döyüş və gəlin görək bu 3 xala qədər döyüşdən qalib kim çıxacaq? Bir xarici əsərdə liftin düyməsində 3 simvol qeyd olunub. Sonuncusu B hərfidir. İlk 2 simvolu deyin. Baxt. Vur. Buyurun, Şirvan komandası. Aydan Maqsudova. Doğru cavab verirsə döyüşün qalibisiz. Düşünürəm ki, bu 12B-dir, çünki 13 uğursuz rəqəmdir. O yoxdur. Düz cavab! Şirvan komandası İlk debüt döyüşündə qalib olur. Təbrik edirəm, ürəkdən təbrik edirəm. Möhtəşəm, mən inanmazdım ki, belə oynaya biləcəklər, amma oynadılar. Və Şirvan komandasının görün neçə rəqibi ola bilər. Diqqət edin, onların Mart ayının finalına aparan yolda, bax bu qədər rəqibi ola bilər. Bu region komandaların hamısı oynamaq istəyir. Hansı birini biz həll edici 5 xala qədər döyüşə çağıracaq? Buyurun seçim edin. Çətindir, amma bu Sumqayıt komandasıdır. Qırmızı masa arxasına gəlirlər. Həmzə Əhmədov, Emil Yusublu, Beyrək Rəhimov, Emin Əmirov, Muxtar Səfərov və komandanın kapitanı Əşrəf Paşabəyli dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Şirvan və Sumqayıt bu komandaların həll edici və Mart ayının finalına aparan döyüşünü kiçik bir musiqili time-outdan sonra izləyəcəksiniz. Hələlik isə böyük sevinç hissi ilə Braining'in ilk bu mövsümdə verilişinə dəvət etmək üçün musiqili time-out'a çox sevdiyim ifaçıları Orxan Zeynallı və Nərgisi dəvət edirəm. Gedək, ulduzlar rəqs edər bizim üçün orada gəl gedək. Ayaq yalan mavi dəniz sahilində gəl gedək. Orada insanlar yoxdur, deməli yoxdur dərd. Gəl gedək, əlimdən bərk yapış gəl gedək. Gəl gedək, orada çiçəklər və göyərçinlər gəl gedək. Sərin sulu bulaq, yaşıl çəmənliklər gəl gedək. At bu qaranlıq şəhəri bir dəfəlik gəl gedək. Canım gəl gedək, gözüm gəl gedək. Gəl gedək, əbədi yaz küləkləri ilə bizə qonaq gələr. Günəş saçar saçaqlarıyla saçlar budarar, hörər bəyaz atlar.
var. İsti qumlarda gəzdirər bizi. Sonsuz meşə öz içində azdırar bizi. Gözləyər bizi sərin kölgəsi ilə uca çınar. Gəl gedək meyvə bağlarında ağaclar da var. Gəl gedək orada qayalarda ceyranlar qaçır. Hava təmiz, hər tərəf işıq, səma açıq. Gəl gedək orada yoxdur yorulmaq və ağramaq. İstəsən də bacarmazsan orada ağlamaq. Gəl gedək buludlar töksün hərdən şirin yağış. Sanki rəssam əli ilə çəkilib orada hər qarış. Saatlarla dinləyək dalğaların səsin. Sahildə bizdən başqa ayaq izi yox heç kəsin. Yuxu kimi hər bağça doldu əlvan ətirlərlə. Gəl gedək gəzdirim səni zəhirli nağıllarla. Apar məni, sıxır bu qara şəhər məni. Sahilə çırpınır dalğalar. Bezmişəm canım apar buralarda məni. Uzaqlara qar məni. Yandırır titrədir ocaqlar. Qapısı bağlı boş otaqlar. Qalmışam canım apar buralarda məni. Uzaqlara. Qaranlığıma xoş gəldin. Şəhərə qış gəldin. Vəhşilər yarımadası büründü əbədi zülmətə. Hər küçənin öz ağrısı var. Gözünə yaş gəldi, daş binalar heç oxşamır rəngarəng cənnətə. Burada sevgi imkansız, azadlıq zindansız. Mümkün olmur burada çünki insanlar çox vicdansız. Hər baxışda sərt baxışda hamının içini qurd yeyir. Çürümüş ürəklər şəhəri düzələ bilməz üsyansız. Gəl gedək yaxşılar ölkəsinə, orada yoxdur dərd. Gəl gedək varlı kasıb eyni heç kəs olmur pərt. Gəl gedək buludların içində tabağa ölkəni. Gəl gedək canım, gəl gedək gözüm, gəl gedək. Gəl gedək orada insanlar yalan danışmır. Hər kəs öz işində, heç kəsin işinə qarışmır. Yoxdur padşahlar, yoxdur nökərlər, yoxdur cinayət. Gəl gedək orada yox rüşvət və xəyanət. Danışır eyni dildə hamı, yoxdur millətlər. Hər kəs eyni, yoxdur dillər. Heç kəs orada tutmaz səndə eybi. Yoxdur baxıllıq və oğurluq, yoxdur içkilər. Yox qumar, yox söyüş, zəhərli bitkilər. Gəl gedək qaranlıq şəhərim tüstülərimdə. Boğulmaqdansa yataq cənnət istilərimdə. Körpə uşaqlar kimi zərif incə sətirlərdə. Gəl gedək gəzdirim səni zəhirli nağıllarda. Apar məni, sıxır bu qara şəhər məni. Sahilə çırpınır dalğalar. Bezmişəm canım apar buralarda məni. Uzaqlara qar məni. Yandırır titrədir ocaqlar. Qapısı bağlı boş otaqda. Qalmışam canım apar buralarda məni. Uzaqlara apar məni. Sıxır bu qara şəhər məni. Sahilə çırpınır dalğalar. Bezmişəm canım apar buralarda məni. Uzaqlara qar məni. Yandırır titrədir ocaqlar. Qapısı bağlı boş otaqda. Qalmışam canım apar buralarda məni. Uzaqlara apar məni. İctimai Televiziyanın efirində Brain Ring verilişidir dostlar və verilişimizin baş sponsoru Nardır. Nar rahatlığınız üçün interneti və ölkə daxili danışıq dəqiqələrini full paketlərində birləşdirir və bütün bonuslarda bir paketdə təqdim olunur. Bu deməkdir ki, istifadə etmədiyiniz bonuslar ay bitsə də yanmır və sizinlə növbəti aya keçir. Bundan başqa balansda olan dəqiqələri megabaytlara, megabaytları isə dəqiqələrə çevirmək yenə də mümkündür. Ətraflı məlumat Nar Plus tətbiqində və nar.az səhifəsində. Brain Ring'in maliyyə sponsoru Azərbaycanın ilk rəqəmsal bankı Birbankdır. Birbank kartları bu həm debit, həm də taksit kartlarıdır. Misal üçün Birbank Cashback debit kartları sahibinə banka məxsus bankomatlarda ay ərzində 5000 manat məbləğədək nağdlaşdırma, yerli kartlara pulsuz köçürmələr və 30%dək cashback və digər üstünlüklər qazandırır. Birbank Cashback debit kartlarını bir sıra supermarketlərdən, Volt tətbiqindən, partnyor mağazalardan və mollarda yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olur. Ətraflı məlumat üçün birbank.az. Bugün bizim müstəqil hakimlərimiz, baş sponsorumuz olan Narın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə xanım Kərimova və Elm və Təhsil Nazirliyinin Elm Ali Peşə Təhsil Şöbəsinin mütəxəssisi Xalidə xanım Hüseynzadədir. Hal-hazırda qırmızı masa arxasında Sumqayıt komandası, yaşıl masa arxasında isə Şirvan komandası əyləşib.
Və bugün qalib gələcək, xatırladıram ki, 3 komanda ayın finalında oynamaq şansı qazanır. Bir tərəfdən bu Bakı Dövlət Universitetinin komandasıdır. İndi qalib olacaq komanda bu şansı əldə edir və hələ bir komandanı da seçəcək. Və hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın. Amma bu həlledici döyüşdən əvvəl də mən istəyərdim bu döyüşün qalibi, martın ikinci finalçısı NAR 4-cü nişanı olmadan döyüşə çıxmasın. Görək kim NAR-ın 4-cü xidməti qədər sürətli olacaq. Beləliklə diqqət, vaxt. İşi qırmızı masada yanır və mən təbrik edirəm Muxtar Səfərov. Növbəti NAR 4-cü nişanı ilə döyüşə atılır. Xatırladım ki, bu döyüş 5 xala qədər hesab 0-0 və 1 xal oynanır. Dostlar, 1879-cu ildə Şuşada un çatışmazlığı səbəbilə böyük aclıq baş tutmuşdu. Əhalinin vəziyyəti olduqca pis idi və bu zaman kim apardığı kampaniya ilə varlılardan pul toplamış və çətin vəziyyətdə olan əhaliyə yardım etmişdi. Vaxt. Sumqayıt komandası ilk saniyədə kim cavab verir? Bu suala Beyrək cavab verəcək bizim Buyursun. komanda. Fikirləşir ki, bəlkə bu Hacı Zeynalabdin Tağıyev ola bilər. O olmamışdı, xeyr. Masadan qalxmalı olursunuz. Qalan vaxt Şirvan komandasının... Şuşada un çatışmazlığı var. Bilmirəm. Niyə toplasın? Məncə o Bakıdan gedib. Samir, sizin versiya nədir? Bizim versiyanı Orxan Fətiyev səsləndirəcək. Buyursun. Siz zəhmət olmasa təkrarlayarız. Kimin adını çəkmək istəyirsən Orxan? Murtuza Muxtarov. Yox, vəziyyət gərgin olan zaman Xurşudbanu Natavan özü bütün bəyləri və tacirləri Xan Sarayına dəvət edib yığdığı pulları cəmaata paylamışdı. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Anar kitablarının birində məqalələri xronoloji ardıcıllıqla qələmə alıb. Kitabın ortalarına yaxın, daha dəqiq desək, Hüseyin Cavid haqqında məqalədən sonra ardıcıllığı qəsdən pozub və növbəti məqaləni Ertuğrul Cavidə həsr edir. Yazıcı bu qərarını necə əsaslandırır? Vaxt. Qəsdən pozur. İşi qırmızı masada yanır. İlk saniyədə kim cavab verir? Əşrəf? Həmzə cavab verəcək. Buyursun. Salam. Bildiyimiz kimi Ertuğrul Cavid Hüseyin Cavidin oğludur. Onlar ayrı-ayrı yerlərdə ölüblər, dəfn olunublar. Deyir ki, heç olmasa kitabda yan-yana olsunlar. 2-0. Doğru izah etdiniz. Repressiya və xəstəlik ata ilə oğlu bir-birindən erkən yaşda ayrı salmışdı və yazıcı həyat qədər qəddar olmadığını qeyd edərək kitabda da olsa onları ayırmamışdı. Növbəti sualın dəyəri qalxdı və bu Sumqayıt komandasına hesabda irəli çıxmaq imkanı verdi. Daha bir sual, yenə bir xal dəyərində. Seyid Şuşinski əslən Şuşadan olsa da 1889-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdu. Bəs onun ailəsinin Seyidin doğumundan bir neçə il əvvəl Şuşadan Horadizə köçməsinin səbəbi nə idi? Vaxt. Buyurun, Şirvan komandası. Yəqin ki, o özüm cavab verəcəm. Bayaq qeyd elədiyiniz acılıq səbəb olmuşdu onu. Tamamilə doğru cavab. Çox diqqətli oyun. 2-1. Samir bəli diqqətli oynayır. Bir neçə sual bundan öncə Şuşada 1879-cu ildə yaşanmış o un çatışmazlığı haqqında danışdıq. Belə ki, bir neçə il davam edən bu çatışmazlığa görə bir çox Şuşalılar ətraf ərazilərə köçmüşlər. Seyid Şuşinskinin ailəsində Horadizə köçməsinin əsas səbəbi bu idi. Növbəti sual bir xal dəyərində. Bir müddət əvvəl Floridada baş verən qasırğadan sonra bir nəvə tək yaşayan nənəsinə pizza sifariş edib. Brend sahibləri niyə bu hadisə ilə fəxr edərək onu geniş şəkildə reklam etdilər? Vaxt. Sumqayıt. Bu suala Emin cavab verəcək komandamızda. Çox güman ki, bu hava şəraitinə baxmayaraq o pizza uğurla çatdırılmışdı həmin ünvana ona görə. Xeyr. Komanda daha bir oyuncusunu itirir. Şirvan düşünür.
Onun satan adamını çağırmaq istəyiblər. Soymamış. Nəvəsi çatdırmış. Qasırğa nəvəsi ki, o qədər yaxşıdır ki, çatdırıblar yəni. Uşaqların belə bu şirkəti tanımağı ilə bağlı nəvəsi deyir axı. Yox, çatdırma xidməti var idi ona görə. Çatdırma. Buyurun Samir. Kim cavab verir? Şəbnəm Məmmədova cavab verəcək. Zəhmət olmasa təkrarlayarız. Bir müddət əvvəl Floridada baş verən qasırğadan sonra bir nəvə tək yaşayan nənəsinə pizza sifariş edib, brend sahibləri niyə bu hadisə ilə fəxr edərək onu geniş şəkildə reklam ediblər? Çünki bu cür çətin hava şəraitində hələ də həmin şirkətin çatdırma xidməti mövcud idi. Bu rəqiblərinizin verdiyi cavabdan nə ilə fərqlənir ki? Dostlar, İzah eləyə bilərəm. kapitanınız düşünür ki, yox. Halbuki siz əksini düşünürsünüzsə, əlbəttə izah edə bilərsiniz. Belə eləyirsiniz, sonra da deyirsiniz ki, kişilər imkan vermir biz danışaq. Götürün mikrofonu, sözünüzü deyin. Sözünüzü deyin Şəbnəm. Mən zarafat eləmirəm. Bəlkə siz... Bir var ki, qasırğa zamanı pizza ingrediyentləri dağılmadan çatdırılıb. Yəni necə var üzərində. Çünki mən özüm hallara qarşılaşmışam. Sifariş verdiyim pizza dağılmış halda gəlib. Normal hava şəraitində. Amma qasırğa şəraitində bir var pizzanın uğurlu çatdırılması. Bir də var ki, qasırğa müddətində belə deyək, kuryerləri həyatlarını riskə atmağına baxmayaraq çatdırma xidməti mövcud idi. Məncə fərqli cavablardır. İndi sizi başa düşdüm. Amma heyif ki, bu da doğru çıxmadı. Çünki bu brend sahibləri tamam başqa mətləblərə vurğu etmişdilər. Onlar pizza çatdıran kuryerin nənənin evinə xilas etmə xidmətindən tez çatdığına vurğu edərək bunu reklam etmişdilər. Növbəti sual 2 xal dəyərində və Şəbnəm, heç həvəsdən düşməyin. Mikrofonu sizə kapitanınız yox, mən ötürdüm və ona görə onu əlinizdən verməyin və növbəti sualda hətta hesabda üstünlük əldə etməyə çalışın. Səadət adlanan mozaika Bakı şəhərində hansı milyonçunun adını daşıyan küçədə yerləşir? Vaxt. İşıq qırmızı masada yanır. Buyurun Əşrəf. Həmzə cavab verəcək. Bu Murtuza Muxtarovdur. 4-1. Mozaika Səadət Sarayının qarşısında yerləşir və bu saray milyonçu Murtuza Muxtarov tərəfindən tikdirilib. Adını da daşıdığı küçəyə baxır. Növbəti sual yenə bir xal dəyərində. Dostlar, bir Sovet filminin personajı doğma kolxozundan çıxıb getmək qərarına gəlir. O yola çıxmazdan əvvəl özünə nə düzəldir? Vaxt. Doğma kolxozdan gedir, yola çıxmazdan əvvəl nə düzəldə bilərsən? Kolxozdan çıxmısan. Nə düzəldir? Onlar da məncə. Yox, başqa özü düzəltməz. Kolxozunda nə olur? Sovet düzəldir. Başqa yerə gedir. Bəlkə ünvanda məncə pasportda var. Bəlkə ayaqqabı düzəldir, vaxta kimi getməyib. Buyurun Əşrəf. Emilin versiyası var, onu səsləndirsin. Maraqlıdır nə deyəcək Emil? Fatim, mən bildiyim qədər kolxozlar fəaliyyət göstərəndə bir müddət hətta onların orada yaşayanların pasportları belə olmamışdı və onları tərk eləməsinlər deyə həmin ərazini. Ola bilər ki, saxta pasport düzəldə bilərdi. Yox, amma çox gözəl versiyadır. Şirvan komandası düşünür. Sonuncu saniyədə düymə sıxılır. Zəhmət olmasa Günel Günəşli üçün sual təkrarlayarız. Bir Sovet filminin personajı doğma kolxozundan çıxıb getmək qərarını verəndə yola çıxmazdan öncə özünə nə düzəldir? Ola bilsin ki, qəbir düzəldir özünə ki, yəni qaydanda öləndən sonra gəlib orada bastırılsın. Bu çox dramatik versiyadır. Əlbəttə, yəni filmə bir yeni süjet xətti vermiş oldunuz, amma yox. Bilirsiniz, kolxozda yola çıxacaq adamın yəni bir mağaza yox idi ki, gedəsən özünə bir çimadan alasan, ya bir nəsə alasan. Bu qəhrəman özünə hər şeydən əvvəl çimadan düzəltmək qərarı vermişdi. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. 2021-ci ildə İtalyan rəssamı Salvatore Garau Io Sono, yəni Mən Varam adlı heykəl yaratdı. Onu xərraca çıxardı. Hələ üstəlik 15.000 avroya da satdı. Bu heykəlin özəlliyi nədədir? Vaxt. Işıq qırmızı masada yanır. Emil. Fatim, məncə mən bu hekayəni oxumuşam. Orada heç nə yox idi. O heç nəyi satmışdı bir növ. Deyirdi, mən bunu heç nədən düzəltmişəm, amma heykəl də elə ad qoymuş ki, mən varam, yəni güya ki, orada nəsə var. Əslində isə heç nə yoxdur. Bəli. Siz burada nə görürsünüz?
Orada kubok görürəm, amma biraz uzaqda görürəm. Ümid edirəm nə vaxtsa yaxına gələr. En azı bir attım yakınlaştınız. Mart ayının finalındasınız. Tamamıyla doğru cevap. Sumqayıt komandası yeniden tribunalara qayıda bilər. Onlar qələbə ilə qayıdırlar. Şirvan komandası hələ ki bu sevinci yaşamağa daha bir şans istəyəcək. Qalır kimlər? Sponsor komandaları, Norm Cement komandası, Birbank komandası, NAR komandası, Bridge komandası. Yenə də bu 4 komanda arasından 3 xala qədər döyüşəcək. İlk cütlüyü müəyyən etmək üçün müstəqil hakimlərin masasına yaxınlaşıram. Buyurun. 2 komanda müəyyən edirik. Onlar 3 xala qədər yarışırlar. Sonra daha bir komandanı siz mənə ötürəcəksiniz. O komanda ilə də 5 xala qədər döyüş və artıq 3-cü komanda, martın 3-cü finalçısı bilinəcək. Beləliklə, hərəniz bir komanda çağıra bilərsiniz. Diqqət. Bu NAR komandasıdır. Mən komandanı qırmızı masa arxasına dəvət edirəm. Qədir Bağırov, Cavid Məmmədov, Ayşə Mustafayeva, Rəşad Əliyev, Ənvər Məmmədov komanda kapitanı Fərid Rızayev öz yerlərini alırlar. Peki bakalım. Norm Cement komandasını isə yaşıl masa arxasında görəcəyik. Məzahir Səmədov, Elnur Qasımzadə, Səbuhi Göyüşov, Şahmurad Məmmədov, Rahib İsmailov və komanda kapitanı Mir Heydər Həmzəyev öz yerlərini yaşıl masa arxasında alırlar. Xatırladıram, Norm Cement Cənubi Qafqaz və Xəzər regionunun ən iri sement zavodudur və bu gün ölkəmizin 4 bir tərəfində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda gedən böyük inşaat işlərində Norm Cement güvən və etibarın sinoniminə çevrilir. Əgər sizin də həyatınızda tikinti və inşaat üçün yer varsa, bilirsiniz ki, Norm Cement həmişə sizə təklif etməyə bir məhsul təqdim edəcək. Beləliklə, yaşıl masa arxasında Norm Cement komandası, qırmızı masa arxasında isə NAR. İndi öz evində, divanında əyləşən və bizimlə oynamaq istəyən hər kəsə isə demək istəyirəm ki, NAR-ın Twitter hesabına daxil olub, orada hal-hazırda aşağıda gördüyünüz ünvanda yerləşdirilən sualı cavablandırmaqla hədiyyə qazana bilərsiniz. Uğurlar sizə də, bizə də. 3 xala qədər döyüş və ilk sual 1 xal dəyərində. Griffinlər komediya cizgi serialının yaradıcıları tamaşaçılardan həbsxanaya düşmək istəmədikləri üçün nədən ölməməyi xahiş edirlər? Vaxt. NAR. Bu suala Ayşə Mustafayeva cavab verəcək. Gülüşdən. Gülüşdən düşünürsünüz. Brain Ring'in ilk baş redaktoru Rauf Nəcəflinin sözü olmasın. Başqa nədən ola bilər ki? 1-0 tamamilə doğru. Növbəti sual yenə 1 xal dəyərində. Heydər. 1888-ci ildə Rusiya çarı Bakıya səfər edir. Qara şəhərdəki neft müəssisələri ilə tanışlığa gəlməmişdən qabaq fəhlələr çarın keçəcəyi yollara neft tullantılarını hansı məqsədlə atmışdılar? Vaxt. Norm Cement komandası ilk saniyədə düymə sıxılıb. Kim cavab verir? Məzahir Səmədov cəhd eləsin. Buyursun. Dezinfeksiya məqsədi ilə. Xeyr. Komanda sizi itirir. Qalan vaxtını arın. Sonra remont işi işim olur. Çal gəldi və fəhlələr atırlar. Baqaza şu baqat eslana. Baqa neft o qədər çoxdur ki. Yox, göstərməzlər. Sən neftdə istəyirsən. Neft zəhmət ağır iş şəraiti var. Zəhmət olmasa bu sualı Rəşad Əliyev üçün təkrarlayardınız. Rəşad 1888-ci il Rusiya çarı Bakıya səfər edir və Qara şəhərdəki neft müəssisələri bilirlər ki, çar gələcək. Bu məqsədlə fəhlələr çarın keçəcəyi yollara niyə neft tullantıları atırlar? Fərz edək ki, ola bilər, məsəl üçün, onlar ona görə bunu edədirlər ki, çar gələndə görsün ki, yollar biz gündədir nefti və s. və o yolları təmir etməyə, yəni və həmin fəhlələrin həyat yaşayışını daha yaxşılaşdırmağa pul ayırsın, təmir eləsin. Şahidlər deyirlər ki, imperator gələndə sanki xalça üzərində hərəkət edirdi. Faytonlar səs salmasın deyə bu edilmişdi. Növbəti sualın dəyəri qalxır, 2 xal oynanılır.
Bundan öncəki sualda haqqında danışılan neft tullantılarının, faytonun yəni küyünü azaltması barədə faktı mən Müsəllim Həsənovun Nobellər barədə kitabından oxumuşam. Müəllif həmin abzasda hansı xalq mahnısından stat gətirir? Vaxt. İşıq qırmızı masada yanır. Bu suala Rəşad Əliyev cavab verəcək. Küçələrə su səpmişəm. Yar gələndə toz olmasın deyə səpilən Elə getsin, elə gəlsin. Yola bu dəfə çar gələndə küy olmasın deyə neft tullantıları atılmışdı. 3-0 Nar qələbə əldə edir. Bu döyüşdən qalib çıxır. Norm Sement komandası tribunalara qayıdır və Narın növbəti rəqibini müstəqil hakimlərimiz seçəcəklər. Xatırladıram ki, burada iki komandanın, iki sponsor komandasının kartı qalıb. Birini seçməlisiniz. Buyurun, sizcə növbəti döyüşə kim gəlməlidir? Bridge komandası. Sizi yaşıl masa arxasına dəvət edirik. Elcan İsmailov, Çingiz Məmmədov, Elmar Yusifov, Namiq Quluzadə, Ağarəhim Qılıç və komanda kapitanı Güldanə Hidayətli öz yerlərini alırlar. Xatırladıram ki, Sumqayıt komandası və Bakı Dövlət Universiteti komandası artıq özlərinə Mart ayının finalında yer etdilər. Və indi finala çıxacaq daha bir komanda müəyyən olunacaq. Nar ya da Bridge komandası. Amma bundan öncə Nar 4-cü nişanı öz sahibini tapmalıdır. Və mən vaxt deyəndə düyməni kim birincisi 4-cü nişanda həmin komandandır. Diqqət. Vaxt. Təbriklər. Təbriklər. Bu yolla Fərid Rızayev özünə növbəti 4-cü nişanını qazanmış olur və beləcə belə nişanların sayı 6-ya çatır. Rəqiblərində Ağarəhimin belə 2-4-cü nişanı var. Uğurlar hər iki komandaya. 5 xala qədər döyüşürük. Futbol üzrə son Avropa çempionatının Almaniya iqtisadiyyatına təsiri barədə araşdırmada stadionlarda satılan tematik suvenirlər hesabata daxil edilməyib. Niyə? Vaxt. Bridge komandası buyurun. Namik cavab verəcək. Eşidirəm onu. Çünki o suvenirləri insanlar alır, yəni öz ölkələrinə qaydanda özləri ilə götürürlər. Yox. Siz masadan qalxmalı olursunuz. Nar düşünür. İmla немецкая ekonomik təsir. Pulsuz verilir. Dedi satılırdı ya. Ha, okey. Satılırdı. Likidatiya. Повторить пусть на всякий случай. Версия хорошо. Еще может быть что-то cavir. Если sayını mümkün değil bilmə dəqiq sayını. Satılır qiyməti var. Amma bir şey bəlkə nə satılırdı? Fərid. Zəhmət olmasa Rəşad Əliyev üçün sualı təkrarlayardınız. Futbol üzrə son Avropa çempionatının Almaniya iqtisadiyyatına təsiri barədə araşdırmada stadionlarda satılan tematik suvenirlər hesabata niyə daxil edilməyib? Ola bilər həmin tematik suvenirlər məhz Almaniyada istehsal olunmayıb deyə onların ekonomik iqtisadiyyatına təsiri yoxdur. Suvenirləri satan UEFA-dır. UEFA-nın baş ofisi isə Almaniyada yox, İsveçrədə yerləşir və başqa sözlə bu satışlar İsveçrə iqtisadiyyatına təsir edir. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Güldanə, siz futbol üzrə Avropa çempionatına baxırsınızmı, baxırdınızmı? Yox, yoldaşım baxırdı. Mən də sadəcə evdə fon səs kimi eşidirdim. Bəs bu suallardan sonra ola bilərmi ki, növbəti çempionata bəlkə baxdınız? Çətin. Maraqlıdır ki, çempionatlar dövründə futbol yarışlarını stadionda izləməyən, oyuna kafedə və evdə baxan tamaşaçının da ölkə iqtisadiyyatına təsiri ölçülür. Bəs bu təsir nədən ibarətdir? Vaxt. Bridge komandası kim cavab verir? Elcan cavab verəcək. Eşidirik onu. Həmən o fan zonalarda ya kafelərdə içilən pivələr, misal üçün alınan məhsullar da məhz Alman istehsalı olur deyə ona bilər ki, ona görə o iqtisadi gəlir kimi sayılır. İnsan getdiyi yerdə ya evdə futbola baxarkən yediyi içdiyi nə varsa bəli hesabata daxil edilir. Misal üçün son Avropa çempionatında bu rəqəm adam başına ortalama 20 avro idi. Növbəti sual 1 xal dəyərində. Fərid, axı siz də futbol azarkeşisiniz. Baxıram belə. Sonuncu çempionat dövründə, yəni Avropa çempionatı dövründə
ancaq azarkeşlik etdiyiniz yığmanın oyunlarına baxırdınız, yoxsa misal üçün bütün oyunlara? Mən o qədər də hansısa bir komandanı dəstək eləmirdim. Ona görə çox əksər oyunlarına baxmışam, bəli. Almaniyada ötən il baş tutmuş Avropa çempionatı boyunca Alman vətəndaşları arasında hansı göstərici 4 oyuna bərabər idi? Vaxt. Buyurun. Bu suala Ayşə Mustafayeva cavab verəcək. İlk saniyədir, səhv etməsin. Baxdıqları oyunların sayı. Tamamilə doğrudur. İzlənmiş oyunların sayı təxminən belə idi. Baxmayaraq ki, onların ölkəsində keçirilirdi çempionat. 2-1. Növbəti sual. Aktyor David Suchet danışırdı ki, bir dəfə gənclik illərində aktyorluq məktəbinin səhnəsində oynayarkən ikinci pərdənin əvvəlində tam qaranlıqda 2 dəfə ana deməli idi. Sual. İkinci pərdəni yenidən başlamağa səbəb kim olmuşdu? Vaxt. Bridge komandası. Elmar cavab verəcək bu suala. Elmar düz cavab versə hesab 3-1. Fərz edək ki, Suşenin anası həmin zaldaydı və ona cavab vermişdi. Ona görə təzədən başlamışlar. Bəli, David demişdi. Tamamilə doğrudur. 3-1. Bridge komandası. Mənim yadımdadır ki, bir neçə il bundan əvvələ qədər bəzi oyunçularımız oyunlara valideynləri ilə gəlirdilər. Artıq bu ənənəni tərk etmişsiniz və mən təklif edirəm ki, valideynləriniz oyunlarınıza ancaq evdə, televizor qarşısında baxmasınlar. Onları mütləq özünüzlə gətirin. Növbəti sual, yenə bir xal dəyərində. Bir serialda Pablo Escobar'ı canlandıran Wagner Moura Braziliya vətəndaşıdır. Buna görə də çəkilişlər üçün cəmi yarım il ərzində bir şey etməli olmuşdu. Sizin komandada bunu edən kimsə varmı? Vaxt. İşıq yaşıl masada yanır. Buyurun. Yo hablo un poco de español. Və salam. İspan dili. İspan bilir qalbi və bu riskli məqamda Güldane komandasına da bir xal gətirir və faktiki olaraq Mart ayının bir addımlığına qədər komandanı gətirir. Növbəti sual. Müasir ədəbiyyatşünaslar Dickens, Clive, Lewis, Shakespeare, Jane Austen və digər müəlliflərlə paralellər tapır. Buna görə də onun əsərlərini 7 cilddə İngilis ədəbiyyatının toplusu adlandırırlar. Söhbət hansı müəllifdən gedir? Vaxt. İşıq qırmızı masada Ayşə Mustafayeva. Buyursun. Bəlkə John Rowlingdən gedirsə. Düzdür. Harry Potter məhz 7 cilddən ibarətdir. 4-2. 4-2 hesabı o deməkdir ki, nar hesab arasında fərqi azaltmağa çalışır və əgər hesabı bərabərləşdirə bilsə, hətta rəqibinin əlindən bu qələbə anını ala bilər. Mart ayının finalına görəsən Sumqayıt və Bakı Dövlət Universiteti komandasından başqa kim çıxa biləcək? Bridge yoxsa nar? Hansı filosof həm də şam yeməyini yeməyib günü bir dəfə naharda, amma çox doyumlu şəkildə qidalanırdı? Vaxt. Bir dəfə yeyib doyumlu şəkildə naharda qidalanır. Deyəcəm bəlkə insanlar da başqa vaxtlarda. Niyə ki? Bu kim Diogen demişlər. Fikrimizcə Diogendən söhbət gedir. Xeyr, ondan getmir söhbət. Bridge komandası düşünür. Minimalist, esensializm, nə Çətin bir şeydir, qaqa, çətin bir filosofa getmək var. Bir vahid, Descartes, panteizmin boyutu. Bəlkə fikirləşir qaqa. Eksistensializm prosta. Çətin oldu, hə Güldane? Xahiş eləyə bilərəm ki, Elcan üçün təkrarlayasınız. Hansı filosof həm də şam yeməyini yeməyib gündə bir dəfə naharda, amma çox doyumlu şəkildə qidalanırdı? Olsun René Descartes. Məlum olduğu kimi Immanuel Kant səhər yeməyi də yemirdi və bu versiya narın masasında yanılmıramsa var idi, amma qəbul olunmadı. Növbəti sualın dəyəri qalxdı, 2 xal oynanılır. Bir dəfə bir Amerikalı şagirdin ponçikləri bitir. O kömək üçün hara müraciət etməyə qərar verdi? Vaxt. Bridge komandası buyurun. Elcan. Polisə. Düppələn düz cavab! Bridge komandası da Mart ayının finalına vəsiqə qazanmış olur. Xatırladıram ki, Bakı Dövlət Universiteti komandası, Sumqayıt komandası və Bridge komandası bir həftədən sonra daha bir rəqibləri ilə
Mart ayının çempionu adı uğrunda mübarizə aparacaqlar ki, daha sonra da Nar kubokuna vəsiqə qazansınlar. Alınacaq bu yoxsa yox bilmirəm. Amma bu axşamın hər şeyin ədalətli alınmasında xüsusi əməyi olan müstəqil hakimlərimizə təşəkkür edirəm. Xatırladıram ki, bugün Müstəqil Hakimlər Kürsüsündə Narın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə xanım Kərimova və Elm və Təhsil Nazirliyinin Elm, Ali və Peşə Təhsili şöbəsinin mütəxəssisi Xalidə xanım Hüseynzadə idi. Ringdə sizinlə mən idim DJ Fatih və bir həftədən sonra görüşərik. Gel uçak seninle Mars'a, orada gün batımlar mavi. Bizim nağılımız yalansa, yaşayarıq onu biz ani. Gel uçak seninle Mars'a, orada gün batımlar mavi. Bizim nağılımız yalansa, yaşayarıq onu biz ani. Üzərimə çox gəlmə, mən o adam deyiləm. Kibritimi at kənara, yaş doduna lovlanan deyiləm. Bəs deyilmi əllərim, bəs deyilmi gözlərim? Qoyduğum yerdə yoxsan artıq, bəs deyirdin gözlədim. Mahnıdan çıxmasaqmı, mənim evimdir o. Başqa evin içində sanki daha çətin sevimli olmaq. Buzlarım əridəcəyim, hardasa bir dünya varsa, orada yəqin həqiqətən burada sözlərim yalansa. Mahnılarımı dinlə, bu sevgi burada bitsin. Bu sevgi bitməyəndə nə baş verir yaxşı bilir. Ver əlini yum, gözünü ürəyin səsinə inanma. Mahnılarda Orxan həyatdakindən yaxşı biri. Gel uçak seninle Mars'a, orada gün batımlar mavi. Bizim nağılımız yalansa, yaşayarıq onu biz ani. Gel uçak seninle Mars'a, orada gün batımlar mavi. Bizim nağılımız yalansa, yaşayarıq onu biz ani. Gizlənirəm içində sanitlərin, özümə uyğun yer tapa bilməyəndə içində planetlərin. Səma sənin, dəniz mənim, görüşək bu rap gəmi. Sevmək şərt eləsin, mahnımı dinlə, arada yad et məni. Gel uçak Mars'a, gün batımları mavi. gel uçak Mars'a, yaşayarıq onu biz ani. gel uçak Mars'a, gün batımları mavi. gel uçak Mars'a, gün batımları mavi. Gel uçak seninle Mars'a, orada gün batımlar mavi. Bizim nağılımız yalansa, yaşayarıq onu biz ani. Gel uçak